Salam değerli izleyiciler. İndi size 20 April 2025 yıl tarixində OTK tərəfindən keçirilmiş birinci grup imtahanın riyaziyyat suallarının izahatını verəcəm. Başlayaq ilk sualdan. İlk sualımız belədir. A vektorun uzunluğunu deyir tapın. Vektorun uzunluğu. Deməli A vektorun uzunluğu olacaq kök altında. Onun komponentlərin kvadratları cəmi. Yəni sinus kvadratı 12 dərəcə. Üstəgəl kosinus kvadratı 12 dərəcə. Üstəgəl kökdə 15'in kvadratı. Bərabərdir. Sinusla kosinusun kvadratları cəmi 1'dir. Yəni kvadratları cəmi 1 olduğu üçün bura 1'dir. Onda alınacaq 1 üstəgəl 15. Kök altında 16. Burada cavab çıxacaq 4. Yəni doğru cavab burada C variantı 4'ə bərabərdir. İkinci sual. Düz prizmanın oturacağı katetləri 6 cm və 15 cm olan düzbucaqlı üçbucaqdır. Prizmanın həcmi 360 kub cm olarsa onun hündürlüyünü tapın. Prizmanın həcmi V bərabərdir. S oturacaq vur H. Oturacaq da düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsi katlərin hasının yarısıdır. İndi həcm 360 bərabərdir. Oturacağın sahəsi 6 vur 15'in yarısı vur H. Şimdi burada 6 ile 360'ı ixtisar edirəm 6'ya. Burada 1, burada 60. Hər tərəfi 2'yə vursam 120 bərabərdir 15 vur H-a. H da bərabərdir 120 15'e böləndə 8. Yəni doğru cavab B variantı. Üçüncü sual. Tənliyini həll edin. Hər tərəfi 2'yə vursaq alınacaq 2 sinus 5x kosinus 5x bərabər 2'də 1. Sol tərəf bizə verir sinus 2 alfanı. Yəni sinus 10x verir. Sinus 10x bərabərdir 2'də 1'ə. 10x bərabərdir. Sinus 2'də 1'i bu şəkildə yazırıq. Mənfi 1 üstü k. Arc sinus 2'də 1 üstəgəl pi k. 10x bərabərdir. Mənfi 1 üstü k. Sinus 2'də 1'i alır 30'da. Pi böl 6'da. Üstəgəl pi k. Hər tərəfi də 10'a bölsəm x bərabərdir. Mənfi 1 üstü k. Pi böl 60. Üstəgəl pi k'nın 10'a nisbəti. Yəni doğru cavabımız olacaq A variantı. Dördüncü sual. Bərabərsini həll edin. Burada nəyə baxırıq? 2'ni mütərizə xərcdən çıxartsam x çıx 3 qalır sürətdə. Bölünsün x çıx 3 böyükdür 0. Burada x 3'dən fərqli olmalıdır. Çünki məxrəc 0 ola bilməz. Yəni x 3 ola bilməz. X çıx 3'lər ixtisar gedir burada və 2 böyükdür 0 alınır. Bu da hər zaman ödənir də. Yəni 2 0'dan böyükdür. Ona görə də bunun həlli x'in istənilən qiyməti olacaq. Sadəcə x 3 olmadığı üçün x 3 ola bilməz. Ona görə həllimiz olacaq. Mənfi sonsuzluqdan 3'ə birləşir 3 müsbət sonsuzluq. Doğru cavab A variantı. Məsələn, belə bir şey alınsaydı, axırda 2 2 8 0 alınsaydı, onda boşluqlu olacaqdı, həll olmayacaqdı. 5-ci sual. A-nın hansı qiymətində bərabərlik doğrudur? İndi 2x integralı. Biz bilirik ki, sabiti qabağa çıxara bilərik 2. A-dan A plus 2 integral x dx bərabərdir. 2 vurulsun. X integralı olacaq x kvadratı böl 2. A-dan A plus 2'ye. Burada 2'lər gedir. Qalır x kvadratı A-dan A plus 2'ye. Bu da bərabərdir. A plus 2'nin kvadratı çıxılsın A kvadratı. Müxtəsər tətbiq etsək bura. A plus 2 çıx A plus 2 plus A bərabərdir 24'ə. Burada A'lar islah olunacaq və qalacaq 2 vurulsun. 2 vurulsun. 2A plus 2 bərabər 24. Burada alınır ki 2A plus 2 bərabərdir 12'yə. Hər birini 2'yə bölsəm A plus 1 olacaq 6. A da olacaq 5. Yəni doğru cavab burada B variantı 5'ə bərabərdir. 6-cı sual. Bərabərsinin neçə tam həlli var? Burada nəyə diqqət etmək lazımdır? Əsas 5'dir. Əsas 5'dir və 1'dən böyükdür. Və bir də şərt yazmaq lazımdır ki, x 4 ola bilməz. Deməli, burada yazmaq lazımdır ki, x çıx 4'ün kvadratı 36. Bunu belə yazırıq.
X çıx 4'ün kvadratı çıx 6'nın kvadratı. Sıfırdan kiçik. Bu da x çıx 4 çıx 6 x çıx 4 plus 6. İkisi 0 deməkdir. Deməli x çıx 10 x plus 2 sıfırdan kiçik. Bunu həlləsək kökün biri mənfi 2 boşluq içindədir. Digəri də 10'dur boşluq içindədir. Onun sağında x'in yerinə 11 qoysam, x'in yerinə 11 yazanda hər ikisi müsbət, hasıl müsbət. Mənfi 2 ilə 10 arasında x'in yerinə 0 yazsam, biri mənfi, biri müsbət, hasıl mənfi. Mənfi 2'nin solunda x'in yerinə mənfi 3 qoysam, hər ikisi mənfi, hasıl müsbət. Bizə mənfi lazımdır. Mənfi 2, 10. Cavabımız budur. Amma 4 ola bilməz. Axı 4 buradadır. Ona 4'ü çıxartmaq lazımdır. Bərabərsinin isə tam həlli var. Baxırıq. Mənfi 1'dən başlayır normalda. 9'da bitir. 9 dənə müsbətdir. Bir dənə sıfırdır. Olur 10 dənə. Bir də mənfi 1, 11. Amma 4 olmadığı üçün 4'ü silməliyik. Buna görə cavabımız olacaq 10 dənə. Doğru cavab Y variantı. 7-ci sual. Tərəfləri A4, B8 və C10 olan üçbucağın bu tərəfə çəkmiş hündürlükləri olaraq HA, HB və HC olarsa, HA üstəgəl HC bölünsün HB çıx HC nisbətini tapın. Deməli 4 vurulsun HA bərabər 8 vurulsun HB. O da bərabərdir 10 vur HC bərabərdir. İndi 4 HA 8 HB-yə bərabərsə deməli HA nəyə bərabərdir? HA bərabərdir 2 HB-yə. Yəni HA 2 HB-yə bərabərdir. Bunu bildik. 8 HB 10 HC-yə bərabərdirsə, deməli 2-yə xəsar eləsək, 4 HB bərabərdir 5 HC-yə. HB 5K-dır, 5K. HC isə 4K-dır. HC 4K-dır. HB 4K olduğu üçün bura yenə yazsaq, HA da olacaq 10K. Gətir buraya yenə yazsaq, HA 10K üstə gəl HC 4K bölünsün HB 5K çıxılsın HC o da 4K. Sürətdə alınır 14K, məxrəcdə alınır K və nəticə olacaq 14. Doğru cavab A variantı. 14'ə bərabərdir nisbət. 8-ci sual. Limiti hesablayın. Baxırıq, x'in yerinə 2 yazanda sürətlə məxrəcdə 0'a gedir. Buna görə bunun ən rahat yolu nədir? Sürəti vurora ayırsam x çıx 2, x çıx 5 deməkdir sürət. Məxrəcdə x çıx 2, x plus 2 deməkdir. X çıx 2'lər ixtisar gedir. Qalır x çıx 5'in x plus 2'yə nisbət. İndi yazırıq limit x yaxınlaşır 2'yə. X çıx 5 bölünsün x plus 2. X'in yerine 2 yazsam 2 plus 2. 2 çıx 5. Yuxarıda mənfi 3, məxrəcdə 4 alınır. Yəni mənfi 4'də 3. Doğru cavab A variantı. 9-cu sual. A nöqtəsindən çevrələrə AB və AD kəsənlər çəkilmişdir. BMD qövsünü verib 80 dərəcə. Bura 80 dərəcə verib. Sonra YLT qövsü buranı verib 44 dərəcə. 44 dərəcə. PTQ buranı verib 56 dərəcə. Bizdən soruşur KNF qövsü. Yəni buranı soruşur. Bura nəyə bərabərdir? Bura x deyirəm. Baxın, burada YAT bucağına alfa deyirəm. Alfa bərabərdir. Böyük dairədən yazıram. Böyük dairədən 80 ilə 44'ün fərqinin yarısı. Kiçik dairədən yazsam alfa bərabərdir 56 ilə x'in fərqinin yarısı. Deməli, bunlar eyni olmalıdır ki, alfa eyni çıxsın. 80 çıx 44 bərabərdir 56 çıx x. İndi 80'dən 44 çıxanda 36 bərabərdir 56 çıx x. X də bərabərdir 20 dərəcə. Yəni doğru cavab burada 20 dərəcəyə bərabərdir. 10-cu sual. İlk 720 natural ədəddən 3'ə qalıqsız bölünən ədədlər A çoxluğunu, 5'ə qalıqsız bölünən ədədlər isə B çoxluğunu əmələ gətirir. A çıx B element sayısı ilə B çıx A element sayıları cəmini soruşur. Deməli, ilk 723 ədədi. Deməli, 723'ü mən 3'ə bölsəm, 7 2 dəfə 6,
12 4 dəfə 12 və burada da 1 qalır. Yəni 241. Deməli 3-ə bölünən 241 ədəd var. 241 ədəd. Bir də 5-ə bölünən 723-ü 5-ə bölsəm 7 bir dəfə 22 4 dəfə 4 dəfə 5 20 23 yəni 4 dəfə. 144 dənə 5-ə bölünən var. Amma elələri var ki, həm 5-ə bölünür, həm də 3-ə bölünür. Bir də onlar lazımdır mənə. Deməli 3 dənə 5-in əkibi 15. Deməli 723-ü bölməliyəm 15-ə. Bunu 15'e bölmem lazım. 72 15'e bölünür 4 dəfə. 4 dəfə 15 60. 123. 123 15'e 8 dəfə. Deməli 48 dənəsi hər ikisə bölünür. 48 dənəsi hər ikisə bölünür. Bunu qıraqda yazıram. İndi bu hissəni silirəm. Deməli biri A çoxluğudur. Bir də B çoxluğudur. Deməli A, B. 48 kəsişmələdir. A'nın element sayısı 241 olduğu üçün 241. 241'dən 48 çıxmalıyam. 241'dən 48 çıxsam 193. Bura 193. Sonra o birisində 144'dür. 144'dən də çıxmalıyam 48'i. Bura 96. Deməli A çıx B fərqi bura deməkdir. B çıx A fərqi bura deməkdir. Bunların cəmini soruşur. İndi 96'ın üzərinə gəlməliyəm 193'ü. Cavab olacaq 289. Doğru cavab B variantı. 11-ci sual. Tənliyin müsbət həqiqi kökünü tapın. Burada nə edəcəyik? X üstü 6'ya bir də T əvəzləməsi aparacağıq. T. Alınacaq T kvadrat çıx 5T çıx 36 bərabər 0. Bu da nə deməkdir? Deməli T çıx 9 T plus 4 deməkdir. Bərabərdir 0'a. İndi deməli T'nin biri 9 çıxır, digəri isə -4 çıxır. İndi x üstü 6 mənfi ola bilməz. Ona görə bu -4 itəcək. X üstü 6 bərabər 9. Deməli müsbət kök soruşduğu üçün x olacaq 6-cı dərəcədən kökdə 9. Bu da bərabərdir 6-cı dərəcədən 9 üçün kvadratıdır. 2'lər ixtisar gedəcək. Kub kök altında 3 alınacaq. Kub kökdə 3. İndi böyük ihtimal doğru cavab C variantıdır. Kub kökdə 3. Çünki Y variantında 9-cu dərəcədən kökdə 3'dür. 12-ci sual. Natural ədədləri 41'ə böldükdə qalıqda alına bilən müxtəlif cüt ədədlərin cəmi. Yəni bizdən soruşur 2 plus 4 plus 6 plus 40. Bunların cəmini soruşur. 2'ni mütərizə xaricində çıxartsam 1 plus 2 plus 3 plus 20. Bu da bərabərdir. 2 vurulsun 1'dən n'ə qədər ədədlərin cəmi. N vurulsun n plus 1 bölü 2. 2'lər getdi. 20 vurulsun 21. Bu da bərabər 420. Doğru cavab 12'də B variantı. 13-cü sual. Müsbət A və B ədədləri üçün A plus B'nin A çıx B nisbəti 3 olarsa B ədədi A'nın neçə faizi olduğunu tapın. Deməli çapaz vursaq A plus B bərabərdir 3A çıx 3B'yə. 4B bərabərdir 2A'ya. A da bərabərdir 2B. A 2B'dir. Deyir B A'nın neçə faizidir? B A'nın neçə faizidir? İndi A'nın yerinə 2B yazsaq, B'lər ixtisar gedəcək. B A'nın 2'də 1 hissəsidir. Bunu da faizə çevirsək olacaq 50%. Doğru cavab Y variantı. 14-cü sual. Tənliyini həll edin. Burada nəyə fikirmək lazımdır? Birinci növbədə x kvadrat çıx 14 böyük 0 olmalıdır. Bir də 5x'imiz 0'dan böyük olmalıdır. Bunlar eyni olmalı ki, nəticə 0'a getsin. X kvadrat çıx 14 bərabərdir 5x'ə. X kvadrat çıx 5x çıx 14 bərabər 0. Bu da x çıx 7 x plus 2 deməkdir. Bərabər 0. X'in biri 7'dir, digəri isə -2'dir. -2 ödəmir. Çünki bunları ödəmir -2. Amma 7 hər ikisini ödəyir. Ona görə həll nədir burada? 7'yə bərabər. Doğru cavab B variantı. 15-ci sual. Z kompleks ədədinin həqiqi hissəsini tapın. Deməli, Z bərabərdir
2 plus i'nin kubu. Bunu böyle yazıram. 2 plus i'nin kvadratı vur 2 plus i. Bu da beraberdir. Birincinin kvadratı 4. Hasanın iki misli 4'i. İkincinin kvadratı i kvadrat. Bu olsun 2 plus i'ye. Bu da beraberdir. İ kvadratı mənfi 1 olduğunu nəzərə alsaq 3 plus 4i 2 plus i'ye bərabərdir. Bunların hasını tapaq. 3 dəfə 2 6. Üstə gəl 3i. Üstə gəl 8i. Üstə 4i kvadrat. I kvadratın yerinə mənfi 1 yazsaq 2 üstə gəl 11i alınacaq. Bu z ədədidir. 2 plus 11i. Həqiqi hissəni soruşduğu üçün həqiqi hissəsi isə 2'dir. Yəni doğru cavab olacaq Y variantı. Həqiqi hissəsi 2 olacaq. 16-cı sual. M parametrin hansı qiymətlərində üslü funksiyası azalandır? Üslü funksiya a üstü x o zaman azalandır ki a 0 ilə 1 arasında yerləşsin. Yəni m çıx 2 yerləşməlidir 1 ilə 0 arasında. Hər tərəfə 2 əlavə eləsəm burada 2, sağ tərəfdə isə 3 alınacaq. Deməli m yerləşir 2 ilə 3 arasında. Doğru cavab B variantı. 17-ci sual. Tərəfləri 2-5 nisbətində olan paraqramın perimetri 14 olarsa, onun diaqonalların kvadratları cəmini tapın. Deməli, tərəfləri 2-5 nisbətində. Biri 2K, biri 5K. Tərəflərin cəmi 7K. Tərəflərin cəmi perimetrin yarısı, yəni 7-yə bərabərdir. Yarısı. Deməli, K nədir? K1. Yəni, hamısı toplamadım. Sadəcə 2 tərəfi topladım. K1 isə deməli, tərəfin biri 2-dir, digəri 5-dir. Diaqonalların kvadratları cəmi bərabərdir 2 vurulsun tərəflərin kvadratları cəminə. Bu da bərabərdir 2 vurulsun 2'nin kvadratı plus 5'in kvadratı. 2 vurulsun 29, nəticə olacaq 58. Yəni doğru cavab burada 58'e bərabərdir. 18-ci sual. M plus n'yi mənfi 18 verib, m'in hasında verib 5. Bizdən verilən ifadanın qiymətini soruşur. Baxırıq nəyə? M'in cəmi mənfidir, hasiləri isə müsbətdir. Deməli, hər ikisi mənfidir. Ona görə modul n olacaq mənfi n. Yerinə yazsaq 1 bölünsün m, çıxılsın mənfi n bölünsün n kvadrat plus 7. Bu da bərabərdir 1 bölünsün m, üstə gəl 1 böl n plus 7. M'in ortaya məxrəcdir. M'in sürətlə alınır m plus n plus 7. Bu da bərabərdir. M plus n mənfi 18. M'in 5'dir. Üstə gəl 7. Mənfi 18'i 5'e böləndə mənfi 3,6 plus 7. Bu da olacaq 3,4. Ümid edirəm ki, cavab 3,4 C variantında verilib. 19-cu sual. X-i verib 7,5 dərəcə. Funksiyasının qiymətini tapın. Burada nə edəcək? Fx bərabərdir. Sinusla kosinus ortaqdır. Çıxardan mütərizə xaricinə. Bu şəkildə. Qalır kosinus kvadratı x, çıx sinus kvadratı x. Mütərizənin içərisi bu hissə bizə verir kosinus 2 alfanı, yəni kosinus 2x verir. Kosinus 2x. Mütərizənin qabağı bu hissə. Bu hissə isə bizə verir 2/1 sinus 2x. 2/1 sinus 2x. Sinus 2x. Fx bərabərdir 2/1 sinus 2x kosinus 2x. Bu da bərabərdir 4/1 sinus 4x olacaq. Sinus 4x. X-də verib 7,5 dərəcə. Yerinə yazsaq f 7,5 dərəcə. 4/1 vurur sinus 30 olacaq. 4/1 vurulsun sinus 30 2/1. Və nəticə alınacaq 8/1. Doğru cavab C variantı. 20-ci sual. Tərəfi 4-ə bərabər olan bərabər tərəfli üçbucağın hündürlüyü ətrafında fırlanmasına alınan fiqurun yan səthinin sahəsini tapın. Deməli, bərabər tərəfli üçbucaq deyir. Bizə deyir ki, hündürlüyü ətrafında, yəni hündürlük sabit qalır. Üçbucaq hündürlüyü ətrafında fırlanır. Deməli, üçbucaq hündürlüyü ətrafında fırlanırsa, burada belə bir şəkildə konus salınır. Konus alınacaq. Hündürlük olacaq konusun hündürlüyü. Tərəf 4'dür. Bərabərli üçbucaq olduğu üçün bura 2, burada 2. Bura 60 dərəcədir, bura 30. 30'un qarşısı 2 isə 60'ın qarşısı olacaq. Onun kökdə 3 misli. 2 kökdə 3. Bunu da bildik.
İndi alınan fiqurun yan səthi, yəni konus alınıb, S yan bərabərdir pi r l. Pi vurulsun. Hər halda pini də verir bizə. Pini də yazaq. Pini verib 3. Radius 2'dir. Doğuran da 4'tür. Vur 4. Bu da bərabərdir 24. Doğru cavab burada D variantı. 21. sual. İki oxşar dörtbucağlının uyğun tərəfləri 20 və 15'dir. Onların perimetrləri cəmi 84 olarsa, kiçik dörtbucağlının perimetrini tapın. Deməli, perimetrlərin nisbəti uyğun tərəflərin nisbəti olacaq. 20 böl 15. 5'ə ixtisar olunur 4'ün 3'ə nisbəti. Deməli, birinin perimetri 4K'dır. Digərində perimetri olacaq 3K. Cəmləri verib 84. 7K bərabərdir 84'ə. K alır 12. K'nı tapdıq 12. Kiçik dörtbucağlının perimetri. Yəni 3K'nı soruşur. 3 dəfə 12, 36. Doğru cavab D variantı. 22. sual. İlk 5 həddin hasili 32 olan həndəsi sistənin vuruğu 7 olarsa sistənin 4-cü həddi tapın. İlk 5 həddin hasili, yəni B1, B2, B3, B4, B5. Bunların hasilini verib 32. Bizdən soruşur B4 nəyə bərabərdir? 2'nin də verib bizə neçə? 7. Sizdə vuruğu 7'dir. İndi B1 ilə B5'in hasili məlum məsələ B3'ün kvadrat deməkdir. B2 ilə B4'ün hasili yenə B3'ün kvadratı. Bir də B3 burada var. B3 üstü 5 bərabər olacaq 32'yə. 32'də 2 üstü 5'dir. Deməli B3 nə olacaq? B3 olacaq 2. 4-cü həddi B4 bərabərdir B3 vur 2. B4 soruşur bizdən. B3'dən neçədir? 2. 2'də 7. 2 dəfə 7 14. Doğru cavab nədir burada? D variantı. 23. sual. Fx funksiyasının qrafikinə çəkilən toxunanlar apsis oxuna paraleldir. Toxuma nöqtələrin apsisləri cəmi tapın. Deməli, törəmə nə olmalıdır? Törəmə bərabər olmalıdır 0'a. Toxunanlar paralelsə, deməli bu cəmsalı 0'dır. Yəni, toxunanlar apsis oxuna paralelsə, deməli bu cəmsalı 0'dır. Törəməsini tapsaq, 3x kvadrat çıx 12x bərabər nəyə? 0'a. 3x'i çıxardan mütərizə xaricinə. Burada x, burada 4 qalır. Bərabər 0. Buradan alınır x, biri 0'dır. Buradan alınır x 4'tür. Apsisləri cəmi 0'ın 4'ün cəmi 4. Yəni doğru cavab burada 4'ə bərabərdir. 24. sual. M parametrinin hansı qiymətində tənşər sisteminin həlli yoxdur? Deməli, x-in əmsalları nisbəti bərabərdir y-in əmsalları nisbəti fərqli olmalıdır sərbəstlərin nisbətindən. Buradan alınır ki, mənfi m bərabərdir m çıx 2'yə. Buradan alınır ki, 2m bərabərdir 2'yə. M də bərabərdir 1. Deməli, m 1 olanda tənşər sisteminin həlli olmayacaq. 25. sual. Müstəvini kəsməyən AB parçasının uzlarının müstəvidən olan məsafələr uzunluqları 3,7 nisbətindədir. Parçanın orta nöqtəsindən o müstəviyə qədər olan məsafə 24 cm olarsa, uzlardan olan məsafələrin uzunluqları fərqli modulunu tapın deyir. İndi hər hansı bir müstəvi çəkəcək burada. Bu hər hansı bir müstəvi olsun. Bu da parçadır. AB parçası. Deməli, ortası da buradır. Uzların məsafəsini göstərirəm. Bu olsun uzların müstəvidən məsafəsi. Bu da orta nöqtəsinin məsafəsi. Buranı verib 24. Bura 3K, bura 7K. Bizdən soruşur 7K ilə 3K'nın fərqinin modulunu soruşur. Yəni, bizdən soruşur 4K'nın modulu nəyə bərabərdir? İndi, orta olduğu üçün AC ilə CB bərabərdir. Eyni zamanda bu hissə ilə bu hissə bərabərdir. Düzbucaqlı trapesiyadır və 24 orta xəttir. 24 orta xət olduğu üçün oturacaqları cəminin yarısı orta xəttə bərabərdir. Bərabərdir 24'ə. Bunları toplayanda 10K, yarısı 5K. 5K 24'ə bərabərdirsə, K bərabər olacaq 4,8. Bizdən 4K'nı soruşduğu üçün 4K'nın modulu 4 vur 4,8. Bu da bərabərdir 4 vur 4,8'ə
4 dəfə 8, 32, 3 yadda. 19 tam onda 2. Yani doğru cevabımız olacak 19 tam onda 2'ye beraber. 26. sual. ABC üçbucağında CN ve BM medianları K nöqtəsində kəsişir. AN, KM dörtbucaqlısının sahəsi 15 olarsa KM, C'nin sahəsini soruşur nəyə bərabərdir? KM, C'nin sahəsini soruşur nəyə bərabərdir? İndi burada maraqlı bir mən digər medianı da çəksəm, medianlar üçbucağın sahəsini 6 bərabər hissəyə bölüb. Yani bura S, burada S, bura S, bura S, bura S, burada S. Bize verip AN, KM dörtbucaqlısının sahəsi 15. Yani 2S'i bize verip 15. Deməli S nədir? S olacaq 7/5. Bizden soruşur KMC, yani S'i soruşur. Yani cevap 7/5'e bərabərdir. 27. Funksiyalar üçün uyğunluğu müəyyən edin. Funksiyanın qrafiki bütün rüblərdən keçirdir. Bütün rüblərdən keçir. Baxaq. Birincinin qrafiki nə olacaq? Birincinin qrafiki elə 1'ə aid olacaq. Birincinin qrafiki təpə nöqtəsi 0-2'dədir. Yəni bu şəkildə gələcək, bu şəkildə gələcək. Bu 0-2'dir. Bütün rüblərdən keçir. 1'ə A variantı. Təpə nöqtəsi 0-2, 2'yə aiddir. 2'yə B variantı. Təpə nöqtəsi 2-0'dır. 3'ə aiddir. 3'ə. Yəni 2-0 təpə nöqtəsi toxunur. Bu şəkildə keçir. 2-0. Digəri isə 0-2'dir. Digəri də belə idi. 0-2. Bunu bildik. Təpə nöqtəsi 0-2'dir. Təpə nöqtəsi 0-2 1'ə aiddir. D variantı buna aiddir. Təpə nöqtəsi apsix üzərindədir. O da 3'ə aiddir. 3'ə Y variantı. Deməli 1A-D, 2B, 3C. 28. A nöqtəsi və B nöqtəsi y/0 düz xəttinə nəzərən B və C nöqtələri isə x plus y bərabər 0 düz xəttinə nəzərən simmetrikdirlər. A parametrin hansı müsbət qiymətində C nöqtəsi funksiyanın qrafik üzərində olar deyir. İndi A nöqtəsi 2-3. Y bərabər 0 düz xətti o deməkdir ki, A psixona nəzərəndir. A psixona nəzərən. A psixona nəzərən deyirsə, deməli B nöqtəsi olacaq. 2 yerində qalır. Y işarəsini dəyişəcək. B olacaq 2-3. İndi B və C nöqtələri isə x plus y düz xəttinə, yəni y bərabərdir mənfi x düz xəttinə nəzərən. Yəni buna nəzərən deyir. Burada həm yer dəyişəcək, həm işarə dəyişəcək. Olacaq -3, -2. Bu C'nin koordinatları. Gətirib burada yerinə yazsaq, A-nı tapmış olacaq. 3 vur -3 çıx -2 plus A bərabər 0'a. -9 plus 2 plus A bərabər 0. A da bərabərdir 7. Deməli A-nın 7 qiymətindədir. 29. sual. Şəkildəki domino daşlarından təsadüfi olaraq ikisi seçilir. Seçilən daşlardan hər birindəki xallar cəminin cüt ədəd olması açısından ehtimal tapın. Hər birindəki xallar cəminin. Baxaq, burada xallar cəmi 6'dır. Baxın, birincidə cütdür. Yəni üstünə C yazın. Burada cütdür. Burada yenə xallar cəmi cütdür. Burada cütdür. Burada cüt. Burada isə təkdir. Burada təkdir. Burada cütdür. Burada tək. 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 İndi baxaq. İkisi seçiləcək. Deməli 1, 2, 3, 4, 5 dənə. 5 dənə burada, 5 dənə orada. 10 dənədir. Kombinezon 10'dan 2. Bütün halların sayı. 10 dənəsindən 2'ni seçməliyəm. Və deyir ki, hər birindəki xallar cəminin cüt ədəd olması cütlərdən seçməliyəm. 1, 2, 3, 4. 4, 5 dənəsi cütdür. Kombinezon 5'dən 2'yə. Bu da bərabərdir. Bərabərdir. 5 faktorial bölünsün 2 faktorial vur 3 faktorial bölünsün 10 faktorial bölünsün 2 faktorial vur 8 faktorial. Bu da bərabərdir. 5 faktorial yazırıq. 5 vur 4 vur 3 faktorial bölünsün 2 vur 3 faktorial. 10 faktorial yazıram. 10 vur 9 vur 8 faktorial bölünsün 2 vurulsun 8 faktorial. Bunlar gələcək ixtisar. Bunlar da gedir ixtisar. 5 dəfə 4 20 yarısı 10. 10 dəfə 9 90 yarısı 45. 5'e ixtisar gələcək. 9'da 2. Yəni 9'da 2 ehtimalına. Doğru cevabımız burada
9'da 2'yə bərabərdir. 30-cu sual isbat sualı. İsbat edin ki, tərəfləri A, B və C olan üçbucaqda C tərəfinə çəkilən median, MC medianı A çıxı B-nin fərqinin yarısından böyükdür, cəmlərindən isə kiçikdir. İndi baxaq. Deməli, bura A-dır, bura B-dir, bura C. Bu mediandır, median. MC medianı, MC. Mən burada nə edəcəm? Birinci adlandırın buraları. Deməli, bu B, bu C, bu da olsun A. Bu da olsun CD medianı. İndi D nöqtəsindən BC paralel bir düz xətt keçirəcəm. BC paralel. Və buranı da deyim Y. BC paralel çəkdiyim üçün D nöqtə orta olduğu üçün Y nöqtəsi də ortadır. Yəni bura ilə bura bərabərdir. Deməli, bura B-nin yarısı, burada B-nin yarısı. Deməli, DY orta xəttdir. BC paraleldir. DY olacaq A-nın yarısı. İndi A-da B-dən böyük verib şərt. Artıq burada üçbucaq bərabərsizliyi görünür. CDY üçbucağına baxsaq, CDY üçbucağına MC kiçik olacaq. A bölü 2 ilə B bölü 2-nin cəmindən böyük olacaq onların fərqindən. Daha modul yazmağa ehtiyac yoxdur, çünki A B-dən böyük verir burada. Yəni A çıxı B-nin yarısı kiçikdir MC, o da kiçikdir A plus B-nin yarısı. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.